Herkes salamlayıram Çexiyadan. Biz Çexiyada artıq 4-5-ci ildir buradayıq. Burada bizdən müxtəlif vakansiyalarımız var. Uşaqlar gəlir, gənclərimiz zavoda. Təbii ki, gələndə hamısı sıfırdan gəlib başlayır. Onun üçün birinci mərhələdə hamıya çox çətin olur. İlk dəfə olduqlarına görə bunlara çox çətin gəlir. Çünki sıfırdan başlayırlar. Amma müəyyən vaxtdan sonra adaptasiya dövrü gedir insanlarda, ondan sonra öyrəşir. Yəni, bu normal haldır. Yəni, bizdə sənətlər hamısı normaldır, qaydasında. Yaşayış yerləri təmin olunur. İş saatı 8 saatdır. Bəzi yerlərdə olur ki, 10 saat olur. Bəzi yerlərdə 12 saat olur. Amma yuxarı aşağı eynilikdə elə deyil, 8-10 saat iş rejimidir. Maaşlar da 1000 euro, bəzi yerdə 1200 euro. Baxırdı, amma təzə gələn üçün 1000 eurodan başlayır, ondan yuxarı olan deyil, yəni deyilərsiniz. Yəni bu o insanlara aiddir ki, onların bir qeyri-adi bacarığı yoxdur. Bu insan gəlir sıfırdan işləməyə, yəni zavodda. Yəni zavodda da deyəndə bu fabrik işidir. Yəni gələn adam bir bacarığı yoxdursa, bir biliyi yoxdursa, təbii ki, onu götürüb bir yaxşı işə qoyan deyirlər, təbii ki. Yəni bu adam, deyən adam ki, tək mən gəlim Avropada işləyim, nədənsə əlimi yapışsın, tutum, onun üçün yaxşıdır. Əl-əfsusda cavan oğlanlar üçün, yəni belə deyim, subaylar üçün. Çünki adaptasiya dövrü zaman alır. Bəzi insanlar deyir ki, mən Avropaya gələrəm, belə işləyərəm, belə super işləyərəm, elə deyil. Yəni siz o psixologiyana bura gələcəksiniz, siz görəcəksiniz reallıqda başqa cürdür. Çünki siz öyrəşmişsiniz bir kontingentdə yaşamağa. Amma siz gələcəksiniz yad ölkədə, dil bilmirsiniz, ətrafınızda heç kim yoxdur, kommunikasiya hələ ki, yəni sizdə çətinlik olacaq. Amma çox yaxşı olar ki, gələn adamlara məsləhət görürəm ki, ən azından rus dilini bilsin. Çünki burada zavodlarda əsasən menecerlər, işçiləri hamısı əsasən Ukraynalılardır. Yəni onlar rus dilində çoxsu başa düşür. Çex dili bilməsəz də ən azından rus dili bilsəz yaxşı olar. Çünki dil bilməyimiz, başa düşməyimiz sizin işinizə daha da asanlaşdıracaq. Həm başlanğıcda, həm də ki gələcək üçün. Yəni buraya gəlib 6 ay adaptasiya olub, sonra başqa işlərə keçməyə dil kömək edə bilər. Bizdə belədir ki, yəni bizə zavodlara gələn adam ilkin növbədə 6 ay mütləq şəkildə işləməlidir. 2 illik viza verilir bizdə. 2 illik viza verilir və o insan 2 ildən sonra ölkədən daxilə çıxmamaq şərti ilə 2 il artıla bilər. Son elə bir ki 5-ci ilində gedib imtahan verib B1 səviyyəsində daimi yaşayış əldə edə bilər. Amma əgər o insan gəlir bu işdə deyir ki, mən bu işdə işləmək istəmirəm və yaxud da çıxmaq istəyirəm, gəlin minimum 6 ay işləsin. Belə deyim. Yəni bəzi insanlar gəlir həvəslə deyir ki, bizə müraciət edirlər. Deyirlər ki, sizdə nə işlər var? Deyirik ki, qardaş, bax, bizdə məsələn zavodda gəlirsən, işləyirsən. 8 saat işlərdir. Səhər smeni olur, günorta smeni olur, axşam smeni olur. Yəni sən burada əgər heç bir bacarığın yoxdursa, sən burada başqa bir iş təmin olunan deyilsən. Yəni sən kimsə götürüb düşünməyin ki, yəni səni burada gəlib götürüb ən belə yüksək maaşlı iş verəcəklər. Yox. Bu sırf bu insanlar üçündür ki, gəlib sıfırdan ağ vərəq kimi, sıfırdan işləyəcəklər. Və birinci ilk 3 ayı o insanlar üçün çətin olacaq. Yəni reallıq budur. Yəni bu reallıqda bu etaplardan keçməlisən. Yəni əgər sən özünü hazır istəmirsənsə bu etaplardan keçməyə, yəni moralni də, mənəvi. Sən bura gəlmə, yəni əgər sən bu riski gözə almalısan. Yəni əgər bura gəlsənsə bunların hamısını nəzərə almalısan ki, sən adaptasiya dövründə. Sən gəlsən başqa mühitə, sıfırdan başlayırsan, yad insanlarla yaşayırsan.
Bunlar hamısı vacib şərtlərdən biri. Patatesli de sizinkisi o. Yanına pide Bir də ki, bizdə müqavilələr belədir ki, 6 ay vaxtı var. Yəni 3 kvotadan sonra təzədən yenilənir bizdə. Çünki 6 ay səfirlikdən qanunda, yəni 6 ay müddəti var həmin müqavilələr. 6 ay da olsa yenilənir. Yəni maraqlı olsa, o da altdan kommentariyalara nömrə qoyacağıq. Maraqlanmaq istəyən olsa yaza bilər bizə, əlaqə saxlayacaq belə. Yəni